Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağə. Davam etdirdiyin az iş, bezib yorulduğun çox işdən ümidvericidir. Görmək gözlə deyil, çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd nəsiyyət istəyənə xəyanət etmir. Sizinlə mövzə və nəsiyyət arasında qəflət və xəbərsizlik pərdəsi vardı. Ruzigar, xalqın xoşalına dediyi hər bir şey üçün bir pis gün gizlədib. Qəza-vü qədər qaranlıq bir yoldur, onunla getməyin. Dərin bir dənizdir, ona daxil olmayın. Allahın sirridir, özünüzü onda əziyyətə salmayın. Keçmiş zamanlarda mənim Allah yolunda bir qardaş və dindaşım var idi ki, dünyanın onun gözündə kiçik olması, onu mənim gözümdə böyüdürdü. Qarnı ona hakim deyildi. Beləliklə, tapmadığı şeyi arzulamır, tapanda isə onu çox istəmirdi. Günün çoxunu sakit idi, danışanda isə danışanlara qalib gəlir və soruşanların susuzluqlarını yatırırdı. Zəifləmiş, əldən düşmüşdü və onu zəif sanırdılar. Amma səy və təlaş etmək zamanı çatanda qəzəbli aslan və çox zəhərli səhra ilanı idi. Hakimin yanına gedənə kimi dəlil sübut gətirməzdi. Bənzərində bəhanə yeri tapdığı işlərdə şəxsin üzr və bəhanəsini eşitməyincə heç kəsi məzəmmət etməzdi. Sağalmayınca xəstəlikdən şikayətlənməzdi. Dediyini edərdi və etməyəcəyini deməzdi. Əgər sözdə ona qalib gəlirdilərsə də, sükutda məğlub edə bilmirdilər onu. Danışmaqdansa qulaq asmağa hərisi idi. Əgər qəflətən ona iki iş üz tutsaydı, onların hansının nəfsi istəyə daha yaxın olmasına baxar və onunla müxalifət edərdi. Odur ki, siz də bu sifət və xislətlərə yiyələnin və onlara rəğbət göstərin. Əgər onların hamısına gücünüz çatmırsa, bilin ki, azı əldə etmək çoxu tərk etməkdən daha yaxşıdır. Əgər oğlun ölümünə görə kədərlənsən, bağlılığına görə qəmlənməyə haqlısan. Amma səbr etsən, Allah yanında hər bir müsibət və kədərin canişini vardır. Əgər səbr etsən, sənin barəndə qəza qədər cari olacaq. Sən savab və mükafat alacaqsan. Amma dözümsüzlük etsən, sənin barəndə ilahi hökm cari olacaq və sən həmin halda günahkarsan. Oğlun dünyaya gələn zaman səni şad etdi, halbuki o sənin üçün bəla və çətinlik idi və ölümü ilə səni kədərləndirdi, halbuki sənin üçün mükafat və mərhəmət vardır. Axmaqla yoldaşlıq eləmə. Çünki o, işini sənin nəzərində bəziyib gözəlləşdirir və sənin də onun kimi olmağını istəyir. Dostların da üçdür, düşmənlərin də. Dostların sənin öz dostun, dostunun dostu və düşməninin düşmənidir. Düşmənlərin isə sənin öz düşmənin, dostunun düşməni və düşməninin dostudur. İbrət və öyüdlər nə qədər də çoxdur, öyüd qəbul etmək isə nə qədər də az. Çəkişmə və dava-dalaş istiqamətində çalışaraq israrlı olan kəs günah edib. Onda səhlənkarlıq və təmkinlilik göstərən isə zülmə məruz qalar. Dava-dalaş edən kəs pərhizkar ola bilməz. O günah ki, ondan sonra 2 rəkət namaz qılmaq və Allahdan onu bağışlamasını istəmək miqdarında fürsət tapdım. Məni kədərləndirmədi.